Salam hörmətli müəllimlər, hörmətli həmkarlar. Ixtisas qruplarında belə bir sual paylaşmışdım. Nə üçün belə bir sual paylaşdım? Çünki çoxları bu anlayışları qarışdırır. Yəni törəmənin olmadığı nöqtə, böhran nöqtə, ekstremum nöqtə. Gəlin bunlara aydınlıq gətirək. Törəmənin olmadığı nöqtə. Əvvəla biz gəlin hər bir nöqtə üçün absis təyin eləyək. Məsələn, tutaq ki, məsəl üçün bura olsun, məsələn, -4. Və yaxud bura olsun bir A, B, X, Y, belə, yəni X, A, B, M, belə hərflər də deyə bilərsin. Mən özüm belə hərflər seçdim. Bu da var. Bu da olsun, tutaq ki, -1. Bax, fikir verin. Fikir verin. Sınma nöqtələri də törəmə yoxdur. Uc nöqtələrdə də törəmə yoxdur. Yəni, -5, -4. Bu da sınma nöqtədir. Deməli, müsbət 1, bir də 6. Neçə dənə nöqtə oldu? 4 dənə sınma nöqtəsi oldu. Sınma nöqtələrində törəmə yoxdur. İndi onu ayrı bir videoda deyəcəm. Nə üçün sınma nöqtələrində törəmə yoxdur? Kəsə şəkildə demək olur bunu. Çünki törəmənin mənası nöqtədə çəkilən toxunanın bucaq əmsalıdır. Biz sınma nöqtələrində sonsuz toxunanlar çəkə bilirik. Bu bəsit yanaşma təbii ki. Amma bunun bir də geniş izahı var. Sağ törəmə, sol törəmə ilə. Yəni sağ limit, sol limitlə izahı var. Onu mən sizin üçün başqa videoda çəkəcəm. Deməli, törəmənin olmadığı nöqtə -5, -4, -1, 6. Neçə dənə oldu? 4 dənə. Böhran nöqtə nədir bəs? Böhran nöqtə daxili nöqtə, uc nöqtələri böhrana aid eləmirik. Bu bir. Daxili nöqtələr içərisində deməli, sınma və əyilmə nöqtələri. Bax, fikir verin. 2 sınma nöqtəsi var, 1 əyilmə nöqtəsi var. Yəni, -4, -1, 1. Bunlar böhran nöqtəsi sayılır 3 dənə. Bəs ekstrem nöqtə nədir? Törəmənin, belə deyim də, sıfıra bərabər olduğu, daha doğrusu törəmənin olduğu və ya olmadığı. Bu anlayışa qətiyyən girmirik. Biz nəyə diqqət edirik? Deməli, funksiyanın yəni, azalmadan artmaya, artmadan azalmaya keçdiyi sınma və əyilmə nöqtəsi. Yəni, funksiyanın artmadan azalmaya və azalmadan artmaya keçdiyi sınma nöqtəsi və yaxud əyilmə nöqtəsi fərqi yoxdur. Sınma olsun, əyilmə olsun. -4, -1, 2 dənə də ekstrem nöqtə var. Cavab oldu B variantı. Sağ olun, sağlıqla qalın.